Salam əziz şagirdlər. Bugün mən sizə 9 mart 2026-cı ildə keçirilmiş 11-ci sinif buraxılış imtahan suallarını izah etmək istəyirəm. İstərdim 7-ci sualdan başlayaq. Choose a pair of words with opposite meanings. Bizə əks mənalı ifadələrin cütünü tapmağımızı soruşur. A bəndində massive böyük, large böyük eyni mənalıdır. C variantında mild yumuşaq, soft yumuşaq eyni mənalıdır. Y bəndində strong, powerful, güclü eyni mənalıdır. D bəndində defensive, protective, müdafiə eyni variantlıdır. Amma previous, əvvəlki, next, növbəti bunlar əks mənalı olduğu üçün cavab B bəndi. C bəndində choose the correct option doğru bəndi istəyir. The girl looked at in the mirror. Qız özünə aynada baxır. Qız özünə baxır olduğu üçün qız deməli qadın cinsində olduğuna görə herself variantını işlədərik. 9-da doğru variant istənilir. The supervisor the engineers to launch their projects by Friday. Nöqtələrin sağ tərəfində to launch to'lu bir ifadə gəldiyi üçün biz to ilə işlənən feillər kateqoriyasını yadımıza salırıq. Let və make özlərindən sonra nə to, nə ing-li feil tələb etmədikləri üçün yerdə qalan expected və asked feillərini götürərək. Doğru cavab D bəndi. 10-cu sualda photo which was taken by William was best fun. Biz bilirik ki, bir şey haqqında birinci dəfə danışan zaman artiklından, amma ikinci dəfə artıq bu bizə məlumdursa Z-dən istifadə edirik. Bizə isə şəklin çəkildiyi məlumdur, yəni William tərəfindən. Buna görə də Z artiklını qoyaram və ikinci tərəfdə də best ən yaxşı olduğu üçün yenə sifətin üstünlük dərəcəsi Z ilə işlənir. Ona görə də doğru cavab variantımız C. 11-də some of the insects are harmful, others are beneficial. Burada əkslik var. Harmful ziyan verici deməkdir, amma beneficial faydalı deməkdir. Deyir ki, həşəratların bəziləri ziyan verici, digərləri isə faydalıdır. Ona görə də əkslik işləndiyi üçün batı verərəm. 12-də biz bilirik ki, cümlə qurmaq tipli ifadələrdə biz mübtada, xəbər, tamamlıq və sonra zərflikdən istifadə edirik. Burada isə eyni mövzu təkrarlanıb. Ən birinci biz mübtadamızı tapırıq. Deməli, cümləyə baxan zaman salat hazırlanmağından danışır, onu gördük. Salatı da ancaq insan hazırlaya bilər. Ona görə də the girls variantı birinci yerdə işləndi. The girls have been making salad. Qızlar hazırlayır saladı. In the kitchen, mətbəxdə for 20 minutes, 20 dəqiqəyə. Ona görə doğru cavab variantımız C. 13-də düzgün variantı bizdən istəyir. My niece speak French, but my nephew. But olan cümlələrdə bir tərəf təsdiq, digər tərəf inkarda işləndiyi üçün biz Y bəndini götürərik. Digər variantlarda able-ın to'su işlənməyib. Buna görə də bu variantlar yanlışdır. 14-də qarşılıqlarını uyğunlaşdırmamız istəyir. Bother narahat eləmək, trust inanmaq, güvənmək, alta isə dəyişmək deməkdir. Narahat etməyi C variantından uyğun götürə bilərik. Worry somebody. Trust inanmaq ifadəsini biz A variantından götürə bilərik, yəni believe that somebody is honest and good. Alta isə dəyişməyi make something different in some way. Ona görə 14-də doğru cavab variantı B. 15-də bizdən mürəkkəb isimlər istəyir. A variantında information'ın mention'ı var. Buna görə də bu düzəltmədir, getdi. B variantında brotherhood'un hood'u var. Buna görə B də getdi. C bəndində agreement'in menti düzəltmədi, getdi. D variantında darkness'in nesi var idi, getdi. Y variantında shoe, make, mindset, snowdrop. Bunlar iki fərqli isimlərin birləşməsindən əmələ gəlib. Ona görə də Y bəndi doğrudur. 16-da cümlə tamamlamağımızı istəyir. Do you know when his morning exercise? Do you know özündən sonra mübtada üstəgələ xəbər quruluşunu istəyən bir ifadədir. Buna görə də doğru variant A bəndi.
Amma biz C-ni qoymarıq, çünki when özündən sonra indiki bitmiş zaman istəmir. 17-də doğru sual cümləsini istəyir. Cümlənin digər üzvünə verilən sualları yadımıza salarsaq əgər, bu zaman bizim ifadəmiz köməkçi, mübtəda, əsas feil quruluşunda olmalı idi. Burada isə eyni forma B bəndində var. C-ni niyə götürmərik? Çünki bir cümlədə 2 dənə eyni zaman iştirak eləyə bilməz. Doğru cavab how many documents did you sign? Nə qədər sənəd imzaladın? 18-də yenə doğru cavab istəyir. The professor talked his colleague, his students. Talked to his colleague, kolleqası ilə danışır, iş yoldaşı ilə, about his students, şagirdləri haqqında. Ona görə D bəndi uyğun gəlir. 19-da yenə doğru variantı seçməyimizi istəyir. The river is and then that one. Nöqtələrin sağında zəni gördüm. Buna görə də mən müqayisə dərəcəli sifət qoymalıyam. Wide tək hecalı olduğu üçün wider, long da tək hecalı olduğu üçün longer olacaq.